Ramiz Mehdievin bugün mesela o üzet sana 10 milyon nedir ki? Heydər Bey, 10 milyon onun orada doğuşanını yemləməsi için olan bir puldur. Hiçbir şeydir. Milyardlardan söhbət gedir. Ramiz Mehdievin xarici bahilerde olan pulları çıxmalı düzə. Ondan sonra Ramiz Mehdievin bugün xaricdə maliyyələşdirdiyi adamlar üzə çıxmalıdır. Ramiz Mehdievin bugün orada oturması evində gene o mikrobdur. Mikrop yayılır. Siz görürsünüz ölkədəki vəziyyəti nə qədər gərginləşdiriblər. Kim deyil ya? Ramiz Mehdievin adamları, Xalq Cəbhəsinin belə də Kərimovəlin adamları, Qənimət Zahidin bir gündə 3 dəfə veriliş aparması, onun ətrafında olan adamlar. Məsələn siz gördünüz ki, Fuad Qəhrəmanlı Əli Kəriminin tutulan vaxtı ölkədən qaçdı, getdi və digərləri. Yəni burada bir sənətə bunlar ciddi faktlardır və bu fundamental bir belə də dövlət çevrilişinin hazır bir paketi idi, əldə idi. Hazırlamışlardı. Mesela Ramiz Mehdievin siz görürsünüz zəng gelir Moskvaya, deyir ki mən gördürdüyüm sənədlər çatdı mı? O deyir sonra qayıdır bir başka Azərbaycanlıya zəng gelir oraya. O Azərbaycanlı kimdir orada? O tapılıb gəlməlidir. O Azərbaycanlı mən bilməm kimdir. O Azərbaycanlı yenə gün orada çalışırlar. Yenə xarici dövlətlərdə belə də əl-ələ verib Azərbaycanın əleyhinə iş yapar. Bunlar hamısı faktlardır. Bunlar elə-belə məsələlər deyil ki, indi bugün xalq arasında yayıldığına gəlir də, bu günlər yayılmışlar ki, yalan məsələdir. Heç o da Ramiz Mehdiyevdə elə yalandan tutublar. Nədir? Dövlət başçısını bu desinlər ki, bu elə qurulmuş oyun idi. Qətiyyən elə deyil. Ona görə ki, orada Dövlət Təhlükəsizlik Xidmətinin şəxsən rəisinin özü varsa, onun qəhrəmanlığı, onun o belə də qorxmazlığı, onun vətənə bağlılığı, dövlət başçısına bağlılığı cəhətdə ortaya çıxartdı ki, bəli, bu faktlar var və bunlar ortaya çıxmalıdır, dövlət çevrilişində hamısının iştirakı üzrə çıxmalıdır. Yəni burada tək indi Ramiz Mehdiyev, indi məsələn burada adlar çıxıb da, onlar o cücüz-mücüdür, xırda bilçəklərdir. Onları maliyyələşdirən qüvvələr var idi. Mesela ben düşünürdüm ki bugün adda her halde bunun dağılı gelir de Eldar Mahmudov'un adı çıkacaktı. Orada Ziya Məmmədov'un adı çıkacaktı. Ziya Məmmədov'un oğlunun adı çıkacaktı. Anar Məmmədov. Orada Eldar Mahmudov'un oğlu London'da qaynanəsinin yanında oturup akşam atan dövlət əleyhinə müəyyən adamlara ot püskürtürür. Bunlar hamısı asılmalıdır. Bunlar ne kalmalıdır, gizli kalmalı. Və yaxud da digər məmurların evlatları. Bunlar hamısı Ramiz Mehdievin qurduğu set idi və bu pərakəndə şəkildə paylaşmışdı və deyirdi ki, hərə öz tərəfindən müəyyən komanda bir yerdən gedirdi, Ramiz Mehdiyev tərəfindən və Moskvada da digərləri, Avropa dövlətlərində digərləri bunu çox ustalıqla idarə edirlər. Ramiz Mehdiyevin qoyduğu adamlardır. Bugün də xalqı incidirlər, dövlətə xəyanət edirlər, dövlət başçısının verdiyi tapşırıqları yerinə yetirmirlər və burada da bugün Xalq Cəbhəsi görürsünüz ki, Kərimovəli tutulubdur. Qənimət Zahid Fransada ot püskürür, Fuad Qəhrəmanlı ot püskürür. O birisilər də gətiriblər, bir xanımı gətiriblər. İndi o birisi görürsünüz ki, onların anaşı, Milli Şuranın sədri niyə bütün günü müsahibələr verir Həsənov Cəmil? Həsənov Cəmilin başına mən Putulkanı geyindirəndə televiziyada mənim xalqım idi, mənə söyürsünüz. Görürsünüz ki, sizin qurduğunuz dövləti nətər yıxmaq istəyirlərmiş bu erməni Ramiz Mehdiyevin əlindən. Qanı ermənilərdən olan, anaları erməni olan insanların hamısı Ramiz Mehdiyev hakimiyyətə yığmışdı. Gəlin sayaq bir. Əbbas Qarayev kim olubdu? O tərəfə bağlı insan. Gedin tarixine bakın. Eldar Mahmudov indi hərəsi bir söz deyir. Biri o vaxtı milyardları yığdı, dedi ki, nəslimdən, babamdan, dədəmdən qalmaydı. Və yaxud da ki, o birisi kimlər gətirmişdi? Abbas Abbasov kim gətirmişdi? Ramiz Mehdiyevin kadrıydı. Ona bütün hamısı, bunun ətrafında Ramiz Mehdiyev məsələn Ziya Məmmədov çıxaranda niyə Ziya Məmmədova deyirmiş ki, darıxma, görəşdən, bu səbəb sənə ayrı vəzifəyə təyin edəcəm. Hansı vəzifəyə? Yaxşı, bunu biz deyiriksə, bizə gəlib çatırsa, niyə bunlar bu məsələlərdə indiyənə qədər açılmırdı. Yəni, bu günə qədər Ramiz Mehdiyevin elədiyi bu xəyanətlər, Ramiz Mehdiyevin o evdə oturuldular, arest ediblər, damaşlı tutaq ediblər. O mikrobdur, orada o mikrob yayılır. Yayılır, ölkədə vəziyyət də bu günə qədər gərginləşir. Özü o birisi deyir, mənə məlumat verin, mənə kömək edin, deyin. Bilsən nətər, gəlin hamımız elə hər şeyi malalayaq ki, yaxşıdır, malaya deyil. Məsələn, bir xalq fondu yaradılmalıdır. Ramiz Mehdiyevin bugün qaldığı villada niyə qalmalıdır? Bu Tiflis prospektdəki, Tiflis şeydəki 4 mərtəbədə. Onun dəyəri heç olmasa bir 5-6 milyondur. Elə deyilmi? Bu ciddi faktdır. O satılmalıdır. Sonra o birisi insanların hansı ki bu məsələlərdə milyardlar yığıb həm xaricdə, həm daxildə. Məsələn, bizdə olan məlumata görə Ramiz Mehdiyevin bir 10 milyard, 15 milyardda səhv eləmirəmsə 100 milyarda qədər pulu da xarici dövlətlərdədir. Xarici dövlətlərdən bunların hər şeyi var. Yaxşı, bu pulları hardan alıblar? Bu xalqın pullarıdır da, büdcədən oğranan pullardır. Bunun maaşı qoy 2000, 2500, 3000 manat olsun. Qardaş, adama deməzlər mi ki, bu meşoylarla dollar hardan çıxdı? Dolların üzünü biz
tanımırıq. Belə görəndə sevilir ki, nə yaxşı. Bu dollar görə nə deyilən şeydir. Nətər olur ki, Ziya Məmmədovun oğlu aparır, belə deyək, şeydə qaynadır. Çayniki dollarla yandırır, çayniki belə deyək, samavar ondan qalır. Bu necə olur? Biz bunu, bunların xalqın pulları da, xalq fondu yaradılmalıdır. Hamısı yığılmalıdır oraya və elan olunmalıdır. Bu günlərdə görürsünüz ki, filankəs karnı üstündə tutuldu. Tutuldu, bunun pulu necə oldu, hara getdi? Xalq sual verir bizə. Bizə də gündə, məsələn, biz partiya sədriyik, mən 4 dəfə prezidentliyə namizəd olmuşam, gəlirlər, heç kimi də geri qaytara bilmirəm. Bu nədir oldu? Məsələn, əlidən alınan pul hara getdi? Bu da sual ortaya çıxır. Məsələn, Ramiz Mehdiyevin niyə bu qədər pulu olmalı ki, o da başlamalıdır başqa şeylərə uymağa, beynində o şey yaratmalıdır. Bunlar olmalıdır. Bunun o xandakı bağın yəlindən alınmamalıdır. Bunun Goranboydakı nar bağların yəlindən alınmamalıdır. Bunun hər, məsələn, Xızıda bunun villası var. Yerini bilmirlərsə, gəlsinlər, sabah məni götürsünlər, qar yağır. Ev yoxdur, bir Niva ilə geri çıxarıq oraya. Orada çox villa, bu 100 hektardır, oranı çəpər alıb o dağın başıdır ki, onun yəlindən alınmamalıdır. Və yaxud da digərlərinin, Abbas Abbasov, məsələn, Gəncədə nə qədər malikanaları var, nə qədər mülkü var, Bakıda var. Konuş, əgər demir, pulu olan adam, həmişə dövlətə tutmasır, dövlət sevdişinə ki, böyük iddia deyir ki, mən niyə olmamalıyam? Ona görə də xalq fondu yaradılmalıdır, şəffaf olmalıdır. Deməlidirlər ki, Ramiz Mehdiyev Azərbaycan dövlətindən oğradığı 100 milyard dollar keçdi xalq fonduna. Ramiz Mehdiyev sonra onun oğlunun ki keçdi. Məsələn, Ziya Məmmədovun ki keçdi. Ziya Məmmədovun oğlunun Londonda, Türkiyədə böyük otelləri var. Məsələn, belə də keçmiş Bakının meri Acıbala Abutalbovun oğlunun milyardları var. Bunlar hardan alır? Sənin niyə yoxdur? Onların hamısı bizdən bacarıqlıdır ki, bu şəraiti getdilər, bunların hamısı biznesmen oldu. Hamısı dövlətdən öğrenir. Və yaxud da ki, bu günlərdə bir dənə hələlik bugün hakimiyyətdə olanın birinin evladının hardasa 10 milyard idi, 1 milyard idi, 2 milyard idi, xarici dövlətlərdə bankda başını bağladı. Niyə soruşan yox ki, bu hardandır, bu hardan gedir oraya? O pul göydən götürürsə, biz də papağımızı qoyaq altda, biz də götürək. Ona görə ki, bunların pulları olanda, bunlar da dövlətin əleyhinə təbliğat qururlar, kəşfiyyat işləyirlər, xarici dövlətlərdə belə Avropa Şurasında da parlament üzvlərini ələ alırlar. Məsələn, Fransada parlamentin deputatlarını ələ alırlar. Bəzi belə deyək səfirləri pulla ələ alırlar. Hamısını ələ alırlar və dövlətin əleyhinə gedirlər və dövləti belə deyək sındırmaq istəyirlər. Yəni, bu açıq aydın göstərilir. Ona görə də mən dediyim odur ki, o pullar yığılmalıdır. Hələ bu günə qədər bunların bir dənə evi etdik, kompensasiya belə deyək, arest olmuşdur, həbs edilmişdir. Və yaxud da digər icra başlarından tutulan evləri əllərindən alıblar. Elə biri də bizim o qohum var, William Hacıyev, onun da bütün mülklərin hamısını ələ alır. O pullar hara gedir? Bu birdən çıxıb o birisi cibə girir. Ona görə də xalqa açıq verilsin ki, Ramiz Mehdiyev pulları hardan olur? Xalq fondu yaradılsın, hər ay məlumat verilsin ki, bu dövlətdən bu pulu oğrayan məmurlardan bu qədər pul yığıldı. Biz də bunları keçdik bu fonda, bu fonddan da keçdik, uşaq pulu verək, invalidləri verək, pensiyalar alıraq və qoymayaq cəmaat müvəzzədə düşün ki, hamı geçir Ramiz Mehdiyevin yanına ki, elə sən çevrilik də biz də gələk. Hamı Rusya həsrətindən yaşamaq arzusundadılar. Bu baxımdan mən deyirəm ki, Heydər bəy, hələ milyardlar xaricdədir. Nə qədər ki, o pullar ələ keçməyibdir, Azərbaycan dövlətinin büdcəsinə gəlməyibdir. Və yaxud da ki, mən dediyim bir fond yaradılıb, o fonda keçirilmişdir, belə də olacaq. Əbbas Qarayevin villası əlindən alınıbdır. Yəni, həmin Panamada gəzir, lotu. Sonra ki, xaricdə kayf alır. Xaricdə 400 dollarlıq, evroluq şampan istəyir. Budur, kayfda keyfdədirlər. Təzən belə Amerikada bir dənə şey açılıbdır. Əksəriyyətin adı gedib oradan çıxır.